Bəzi kitablar var ki, mən düşünürəm ki, məsələn, o kitabları 16-17 yaşında oxumağın heç bir mənası yoxdur. Yəni o mənada ki, indi xanımlarda ola bilər. Məsələn, bir xanımın çünki 19-20 yaşında başa düşdüyüm, bir kişi ancaq 30 yaşında başa düşər, 28 yaşında başa düşər, 35 yaşında başa düşər. Xanımlar daha tez olgunlaşır, amma məsələn bir bəyi düşünək. Hətta bəy də deməyək, çünki 23 yaşa qədər belə gənc kateqoriyasına gedirsən də, idmanda da belədir o kateqoriyalar, 20 yaş altı, 23 yaş altı və s. Məsələn 17 yaşında artıq sən bir uşaq sayılırsan da, belə deyək. Bir uşağın tutaq ki, Albert Camus'un deyək ki, yad əsərini oxuması, Hararinin Homo Deus'unu oxuması, hətta Nietzsche'nin belə söylədi Zərdüştü oxuması nə qədər təsirli ola bilər ki, tutaq ki. Ona görə mən düşünürəm ki, bəzi kitablar müəyyən yaşdan sonra oxunmalıdır. Məsələn 25 yaşdan sonra, 27 yaşdan sonra. Çünki onu oxuyanda ona görə yox ha ki, sən 17 yaşında onu oxuya bilməyəcəksən. Və yaxud da dilə hakimiyyətin aşağıdır, savadın aşağıdır. Sadəcə bəlli bir sən təcrübədən bəhs etdin, bəlli bir həyat təcrübəsi olmalıdır. Bəlli bir yaşanmışlıqlar olmalıdır. İnsan tanımı, söhbət sadəcə konkret bir fərdi münasibətdən getmir də, sevgidən ya dostluqdan. Cəmiyyəti tanımalısan, bəlkə başa düşməlisən. Tutaq ki, hərbi xidmətdə olmalısan, universitet oxumalısan, həyatına kimlərsə girib çıxmalıdır. Baxın, bu məsələn cəmiyyəti belə deyək, müşahidə eləməlisən ki, o oxuduğunu da müəyyən bir olğunluğa gəlib çatandan sonra daha yaxşı başa düşəsən.